Bu məclislərdə ki, ehsan verilir, həmişə olubdur. Füqara, kasıblar, acılar bu məclislər vasitəsilə doyublar. İmam Hüseyin məclislərinin bərəkətindən nə qədər yüzlərlə ac insanlar bu məclislərdə, süfrələrdən qidalanırlar. İndi çox bolluqdur, ola bilsin, deyərlər ki, nəyə lazım, bəzilər deyirlər. O ehsanı verincə, get filan işi gör. O ehsana, o pulları xərcləyənə qədər, gedin filan yerlərə xərcləyiz. Bu sözləri eşitsiniz, bilirsiniz ki, düşmənin sözüdür, zirəng düşmənin. Ya da nadan dostun sözüdür. Bu olub və olmalıdır. Nə oldu başqa şeylərdə israf eləyəndə, böyük məbləğlər, summalar xərcləyəndə heç yətim, fəqir yaduza düşmür, şəhid ailəsi yaduza düşmür. Gəlib bir adam həccə getmək istəyir, İmam Hüseyin məclisində ehsan vermək istəyir. Bu şəair ilahidir. Yadına düşür. Filan işi eləyənə qədər aparın o filan pulu verin filan yerə. Bu düzgündür. İmam Hüseyin məclislərində düzgündür. Bəli, istəyirdin, övladın üçün toya qədər 3 dəfə toy eləyəsən. Övladın üçün milyonlar xərcləyib toy eləyəsən, israf eləyəsən, bəli, kiçik bir məclis qur övladı var, ondan qalan məbləği əgər düz deyirsənsə, apar ver. Füqaraya. Deməli, yalan deyirsən, biz görməmişik belə şey. Qızva cehiz verirsən, milyonlarla cəmaatın gözünə göstərirsən ki, mən bu cür elədim, müxtəsər cehiz ver, ondan qalanı apar ver füqaraya. Görün verirsən, yoxsa yox. Vermirsən. Gəlir dinə çatanda, gəlir məclislərə çatanda, nəyə lazımdır bu məclislər? Diqqət ediyoruz. Hüzürlər, yas məclisləri, dini məclislər, İmam Hüseyin məclisləri yavaş-yavaş hücumlara məruz qala-qala konkretləşir, ehsanlar məhdudlaşır. Mən demirəm, tərəfdarı deyirəm bu hüzür məclislərinin də o qədər. Çünki ən azından orada Quran oxunurdu, parantezdə bunu ərz edeyim. Ən azından olurdu da müəyyən dini söhbətlər, insanlar bilmədiyin kimsə bir nəsə öyrənə bilirdi. Əgər həqiqətən vəziyyət çətindirsə, əgər həqiqətən israfın əleyhinəsizsə, nə üçün ancaq hüzürlərlə siz mübarizə aparırsınız? Toylarla mübarizə aparırsınız da. Min cür artıq adətlər yaradırsınız, pullar xərcləyirsiniz. Fərsən, bir adamın övladı var, hamıya Allah övlad nəsib eləsin. Təbii ki, onun atası, anası da var. Bu övladı üçün toy eləyəndə, üzr istəyirəm, xütbədə istəmirəm bunları xatırlayam, çünki ləyaqəti yoxdur o işlərin cümə xütbəsinə. Amma siz bilirsiniz nələr artıbdır, hansı xərclər artıbdır, hansı günahlar artıbdır toylarda. Min cür işlər görürlər, böyük məbləğlər xərcləyirlər oğlu üçün, qızı üçün. Elədir, özə fəsad, özə günah. Heç kəs demir ki, ay balam, bunu nə üçün edirsən? Bu israfdır, bu günahdır, bunu eləyənə qədər apar ver füqəraya, şəhid ailəsinə, qaziyə, yetimlərə, Allah yolunda xərclə, məscidə köməklə, bir kitab çap elətdir və s. axır. Elə? Gəlib indi İmam Hüseyin məclisinə çatanda, ya atası dünyadan gedir, öz atası, gör atası, anası nə qədər dəyərsiz olub bunun üçün. 7 gün ya 3 gün məclis verəcəkdi, o toylarda çəkilən xərcin bəlkə heç 3%-üdür. Onu eləyəcəkdi, orada dayanır, deyir ki, israf deyim. Nəyə lazımdır ümumiyyətlə bu? Dində belə şey yoxdur. Sən haçandan dinlə danışırsan? Sən o gün oğluva toy elədin, bütün yüzlərlə insanı yığmışdın ora fəsad məclisinə. Onda heç din yadıva düşmürdü sənin. Gəldi Quran məclisinə çatanda, İmam Hüseyin məclisinə çatanda, ehsan süfrəsinə yetişəndə din yadıva düşdü. İsraf yadıva düşdü.